əxlaqını düzəltməsidir. Necə ki, Quran-ı Kərimdə Allah Taala buyurur ki, insan özünə daha yaxşı bələddir. Hamı özünü daha yaxşı tanıyır. Hamı özünü daha yaxşı tanıyır və bilir ki, onda hansı çatışmamazlıqlar var, onda hansı nöqsanlar var. Ramazan ayı fürsətdir həmin nöqsanları aradan qaldırmağa. Peyğəmbərimiz buyurur ki, Eyyuhənnas, ey insanlar, mən həssənə minkum fi hazəşşər xulquhu, hər kəs bu ayda, Ramazan ayında öz əxlaqını düzəltsə, kanə ləhu cəvazən ələs-sirat, yevmə təzəlləlu fihil əqdam, o sirat adlanan körpüdə ayaqların titrəyən zaman o həmin körpüdən keçəndə onlar rahat, sərbəst şəkildə keçəcəklər. Onlar ki, Ramazan ayında öz əxlaqlarını düzəldiblər. Eyyuhənnəs, əslində